Salam aleykum, hər vaxtınız xeyirli olsun. Deməli, bugün səhər yuxudan oyandım. Qarşıma belə bir video çıxdı. Belə ürəyim çox sıxıldı. Çox narahat oldum. Həqiqətən ölkəmizdə qadın hüquqları deyə-deyə kişilər ümumiyyətlə yaddan çıxıb. Bu təkcə bizim ölkəmizdə deyil, bütün dünyada. Ən zülümlü işlərdə işləyən kişilərdir. Ən çətin işlərdə işləyən kişilərdir. Dənizlərdə aylarla gedib o çətin şəraitdə işləyən kişilərdir. Zapravkalarda, mühafizələrdə səhərə kimi kişilər oyaq qalıb cəmaatı yola salırlar. Hərbidə, qarın içində, boranın içində vətəni qoruyan qardaşlarımız kişilərdir. Fəhlə işləyən kişilərdir. Daş karyerlərində daş atan, tozun torpağın içində qalan kişilərdir. Nə qədər zülüm iş var, nə qədər əziyyətli iş var, hamısını kişilər görür. Və bu işləri görərkən təhqir də olunurlar, təhdid də olunurlar, zülüm də çəkirlər, əsəbləri də pozulur. Bu qədər zülümün içində ailəm nə edir, uşağım nə edir, balam üçün 2-3 manat qazanım evimə aparım deyən milyonlarla kişilər var. Amma yenə də ölkədə qadın hüquqlarının qorunmasından söhbət gedir. Bəs bu yazıq kişilərin hüquqlarını kim qoruyacaq? Gəlir yazıq o qədər yükün, o qədər əzab əziyyətin içində bir həyat yoldaşının başında birdən qışqırır ki, ay arvad bunu niyə bura qoydun, ora niyə qoydun? Bir qiyamət düşür. Ay mən ərizə yazıb boşanıram. Əgər bir kişi öz həyat yoldaşının başına qışqırdısa ki, filan şeyi niyə belə eləmədin və həqiqətən o qadın səhvdirsə, qadının hüququ pozulursa onun üstünə qışqıranda və bu kişilərin pozulmuş hüquqlarını kim müdafiə edəcək? Hər gün itin sözünü eşidirlər. Sübh tezdən gedib bazarda oturan kişilərdir. İndi biraz qadınlar olur orada ya oldu. Müharibədə şikəst olan kişilər oldu. Sağlamlığını itirən kişilər oldu. Bu yazıq kişilərdən nə istəyirsiniz? Bu qədər zülmün, tozun, torpağın içində hələ bir onların yaxasını tutub mənim üçün iPhone 17 al, iPhone 16 al. Hələ televizorda da qayıdıb burada bəzi psixologiyası xarab olan psixologlar deyir ki, kişi qadınına iPhone 16 ala bilmirsə, o kişilik eləyə bilmir, qadın ondan boşanmalıdır deyir. Bu nə biabırçılıqdır ki? Ay qadınlar, ay övladlar, öz atalarınızın qədrini bilin. Ay qadınlar, kişilərinizin qədrini bilin. Hər dəqiqə indi ölərəm, birazdan ölərəm deyib, balaları üçün çörək pulu qazanan milyonlarla kişilərimiz var. Qadınların hüququnu qoruyaq deyə-deyə, kişilərin hüquqları o qədər tapdalanır ki. Yaxşı olar ki, hər kəs öz yerini bilsin. Yaxşı olar ki, hər kəs öz üzərinə düşən vəzifəni yerinə yetirsin. O zaman dünyamız gözəl olacaq. Yoxsa bəzi qadınlar, mənə heç nə demək olmaz, mənə bir kəlmə söz dedilərsə mən qoyub qaçacam, qaynanam mənə dedisə çay süz, qaynatam mənə dedisə çay süz, o kimdir deyirsinizsə, o hüquq pozuntusu deyil. Əgər hüquq pozuntusudursa, sizin ərləriniz sizi, balalarınızı saxlamaq üçün min cür təhdid, təhqir eşidirlər. Amma yenə də övladlarına görə səbr edirlər. Siz də səbr etməlisiniz. Siz də çətinliklərə dözməlisiniz. Allah razı olsun.